oynaq ağrısını götürmək üçün bir məlhəm deyirəm indi. Götürürsünüz bir baş sarımsağı sürtkeçdən keçirirsiniz, sıxırsınız parçada şirəsini bir qaba. Üzərinə 6 diş sarımsağı əzirsiniz, qatırsınız. Onun üzərinə bir limonun şirəsini sıxırsınız və axırıncı da bir xörək qaşığı bal əlavə edirsiniz. Onları qarışdırırsınız. Sonra bir parçanın üzərinə, oynaq nahiyəsində yaxıb üzərinə oynaq nahiyəsini çəkdikdən sonra striçlə sarıyırsınız. Üstündən də yung şal ya yung bağlayırsınız. 3 saat qalır. Hər gün 3 saat bunu eləyirsiniz. 3 saat qalandan sonra isti su ilə yuyursunuz. İsti su ilə yuyursunuz və çox qısa müddətdə oynaq ağrılarından azad olursunuz. O dedi ki, məlhəm deməklə insanlara şəfa verirsiniz. Bir məlhəm də bugün dedim. Ancaq indi bəla nədir? Bu məlhəmi deyəndən sonra hər bir adam, biri deyir birincisini sözü eşitmədim, biri deyir axırıncı eşitmədim. Yüzlərlə adamlar suallar verirlər bir məlhəm. Heç olmasa Alo Doktor proqramının bugün kefirinə baxın, YouTube'a yüklənir. Oradan axtarın, özünüz tapın rahatçılıqla. Hər birinizə bu oynaq ağrıları ümumiyyətlə böyük bir bəladır. Hərədə bir cürədir. Bax, boynundan tutmuş, düz ayaq barmaqlarına qədər. Çiyin oynaqları, bel nahiyəsində but sümüyünün başının hissəsi və diz oynaqları, topuqda olan oynaqlar. Bunun hamısının və yaxud da ki, onurğa sütunun əyriliyi, və yaxud da ki, orada olan yırtıq, və yaxud da sinir sıxılması, protuziya, hamısı problemdir. Və hamısı insanlara zülüm verir, yerməyə qoymur. Mensk yırtığı məsələn, mayenin azalması.